Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Quba rayonunda avtomobil Hindistandan olan turisti vuraraq öldürüb. Xəbər verilir ki, hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib. Bildirilib ki, Hindistan vətəndaşı 1985-ci il təvəllüdlü Mansur xanı avtomobil vurub. Mansur xan müxtəlif xəsarətlərlə Quba rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Müğənni Aysun İsmailova paylaşımı ilə diqqət çəkib. Xəbər verilir ki, sənətçi muğam dərsləri almağa başlayıb. O, xalq artisti Gülyanıq Məmmədovanın evində olaraq ondan fərdi şəkildə dərs aldığı anların görüntülərini yayımlayıb.